Uşaqlar, bu 2024-cü ildə keçirilmiş birinci zona 9 buraxılış nümunəsidir. Yəni, asan olduğunu düşünürsünüzsə, bu ildə düşünürəm ki, eyni modeldə olacaq. İndi buyurun. Vəziyyət necədir? Mətləb, səndə məsəl üçün, Nuray səndə, Ayan. Mənim ümumiyyətlə 5 dənə səhvim çıxdı. Ümumiyyətlə. O 5 dənə səhv asan demək deyil. Ayan. Elə məndə də elə. Nuray, sən necə yazdın? Mən bir səhvim çıxdı. Əla. Ay Nuray, o gün olsun 100% görək səndən. Hamınızdan bura qoşulan, dərsə qoşulanlar ümumiyyətlə qoçaqlardır. Hər dəfə məsuliyyətlə kimlər buradadır? Ayan burada, Mətləb burada, Mədinə. Mədinə necə yazdın? Mən biraz mətnlərdə elə bir hərəsindən 3 dənə səhv oldu, qrammatikadan da. Elə bir ümumi biraz şey oldu. Amma belə rahat idi, amma birislərinə baxmayaraq. Salam müəllimə. Salam. Salam müəllimə. Salam Firuzə. Buyurun uşaqlar, eşidirəm. Deyin gəlsin, başlayaq vaxt itirmək. 1. Birdən 5 başlayaq. Birdən Beş. başlayırıq. 1. Deməli, ikinci dərəcəli üzvün iştirak etmədiyi müəyyən şəxsi cümləni müəyyən edir. Biz nə demişdik uşaqlar? Şərtin neçə mərhələli olduğuna diqqət yetirməliyik. Birinci, sən müəyyən şəxsi cümləni tapmalısan. Bir də ikinci dərəcəli üzv olmamalıdır. Nədir ikinci dərəcəli? Təyin, tamamlıq və zərflikdən ibarətdir. Baxırıq. Son vaxtlar heç belə darıxmamışdım. Nə etmişdim? Darıxmamışdım xəbər. Kim? Mən. Fikrə mübtədanı düşünəndə bu müəyyən şəxsi cümlə hesab olunur. Nə zaman? Son vaxtlar. Necə? Belə. Burada ikinci dərəcəli üzv var. Zərflik var. Ona görə anı sildik. Tələb ödənmir. Məktəbli geyimi olmayanları danladılar. Danladılar xəbər. Xəbər nədir? Üçüncü şəxsin cəmi. Mübtəda yoxdur. Fikrən onları düşündümsə, bu nə olur uşaqlar? Nə deyirdik buna? Buna deyirdik qeyri-müəyyən şəxsli cümlə. O zaman B getdi. Həyətdəki ağaclar artıq çiçəklənmişdir. Nə etmişdir? Çiçəklənmişdir xəbər. Nə çiçəklənib? Ağaclar. Mübtədası varsa nədir bu? Bu müəyyən şəxsli. Bizə də müəyyən lazımdır, amma hansı ağaclar? Həyətdəki ağaclar. Mübtədanın təyini var. Təyin varsa ikinci dərəcəli üzv var. Bizə deyir olmasın. Bu da tələbi ödəmədi. Bunu da sildim. D variantında həyəti təmizləmək yadına düşmədi. Nə etdi? Yadına düşmədi xəbər. Nə yadına düşmədi uşaqlar? Həyəti təmizləmək. Cavab budur. Mübtəda xəbərdən ibarətdir. Mübtəda varsa, xəbər varsa müəyyən şəxsdə ikinci dərəcədə yoxdur. Niyə mən burada həyəti haranın sualı verib də mən bu nümunəni tamamlıq götürmədim? Niyə mətləb? Məstər tərkib yaradıb orada ona görə. Bəli, çünki haranı təmizləmək gəldi, məstərdə dayandı. Dayandığı üçün oldu məstər tərkib. Məstər tərkib də bütünlüklə cümlə üzvüdür, mübtəda. Niyə bəs E olmasın? Yuxarı çıxanda tamam əldən düşmüşdük. Əldən düşmüşdük xəbər ki, mübtədası buraxılsa da fikrən bizi bərpa etdik. Oldu müəyyən. Nə zaman yuxarı çıxanda zaman zərfliyi var, nə tərzdə tamamilə zərflik. Bizdə də deyir ki, olmasın. İkinci dərəcəli üzv olduğu üçün E olmaz. Cavabımız oldu D. Aydındır müctəba? Bəli müəllimə. Sonra uşaqlar 4-ə Beş. qədər 5. Sözlərdən biri amonim xüsusiyyəti daşıyaraq isim, fiil kimi işlənə bilər. Aha, bax uşaqlar, amonim oxşayıb ancaq amonim olmayan söz qrupları vardı. Bir hərfə görə fərqlənənlər, kök başlanğıcı fərqli olanlar, ortaya görə fərqlənənlər, bir tərəfi xüsusi, bir tərəfi müəllaş ifadə edənlər, səs sonmasına görə fərqlənənlər. 5 qrup nümunə var. Amonim oxşayır, ancaq amonim olmur. İndi amonim xüsusiyyəti daşıyır, isim, fiil kimi işlənə bilər. İsim və fiil kimi. Bilək sözünü, bilmək fiil, arzu, ki, şəxs sonluğu. Sonra, bilmək fiil, bütünlüklə şəxs sonluğu. Bax, kök bir qrammatik olanda bu fiilin əmr şəklidir. Kök 2 qrammatik olanda bu fiilin arzu şəklidir. Bütünlüklə bilək olanda bu isimdir. Biləyimə bilərzik taxdım o mənada. Burada görürsünüz,
Kök və başlanğıclar fərqlidir. Ona görə bu heç o homonim ola bilməz. Homoforumdur bu. Yığın da eyni qəbildəndir uşaqlar. Biri var ki, əşyalarınızı yığın, yığışdırın mənasında. Yığmaq feilindən yığın şəxs sonluğu kökdən ibarətdirsə feilin əmr şəkli. Bir də deyirəm ki, bir yığın kağız var burada. Yığın orada da yığmaq feilinə ın leksik şəkilçidir. Orada da başlanğıc bütünlüklə olur. Mən yenə də bunu qıslayıram. Yəni, kök başlanğıclar fərqli olduğu üçün amonim deyil. Əkin də eyni qəbildəndir, sancaq da eyni qəbildəndir. Bunları iki cür düşünə bilərik. Amma tərkib təhlilləri fərqlidir. Ona görə də homoforumdur bunlar. Cavab eydir, uşaqlar, böyür. Biri var, eşitmişsiniz, deyir, heyvan böyürür. Böyürmək. Bir də deyirsən ki, bölümdə dayanmışsan. Yanımda. Bir tərəf, digər tərəfimdə. Aydındır mı? Böyür tərəfi ola bilər isim, bir də böyürmək, magmaq artırı feil olduğunu düşünə bilərsiniz. Bax, məsələn, sancaq sözünü bir də yazım sizə. Sancmaq feilindən sancaq, sanc köktür. Aq leksik şəkilçi olanda isimdir bu. Sonra ola bilər, kaş biz bayrağımızı Zəngəzura da sancaq desəm, sancmaq kökdür. A arzudur, qır şəxs sonluğudur. Bir də deyirəm ki, biz gərək bütün torpaqlarımıza bayrağımızı sancaq. Sancmaq, A bütünlüklə şəxs sonluğu. Bütünlüklə şəxs sonluğu kimi götürəndə bu feilin əmr şəklidir. İki qrammatik götürəndə feilin arzu şəklidir. Kök leksik götürəndə isimdir. Aydındır uşaqlar. Bunlar homoforumlardır. Nədir? Homoforumlar. Amonim kimi çaşmayın. Buna görə cavab edin. 7 və 8. 7-ci sualda zülmlə sözünün səs tərkibi səhvi istəyir. Yəni fonetikaya dair bir test isə mütləq tələffüzü qeyd etməlisən. Müxtəlif cinsli samit qoşalığı var. Bunun tələffüzündə iki samitin arasında sayt artırılır. Zülüm, lalə də nən kimi tələffüz olunur. Zülüm, nən. Yeri gəlmişkən yadda saxlayırıq uşaqlar. Lalə, lar, lər, dan, dən, lıq, lig, lug, lük və lı. Bunlar fərqli tələffüz olunan şəkilçilərdir. İndi zülümlə sözünün tərkibi belədir, təhlili, tələffüzü. Sözdəki samitlərin hamısı cingiltilidir. Zılımın, düz deyir. Səsin sayı hərfin sayından çoxdur. Lalə nən kimi tələffüz olunduğu üçün bir dənə n artdı. Bunu da düz deyil. Deyiliş, yazılış fərqlənir? Bəli. İki hecalıdır. Hecə harada baxıram? Yazılı formasında. İki sayt var, deməli iki heca var. Düzdür. Qaldı e. Niyə? Saytlərin hamısı incə, qapalı. Nən. Açıq daxı burada. Müəllim, səs tərkibində deyir axı, səs tərkibindəki. Aha, səs tərkib nə deməkdir? Elə eyni şeydir də. Səs budur. Yox, səs deyirsə, ümumiyyətlə fonetik təhlil gedirik. Səs tərkib, yəni sən onun tələffüzündən əsasən baxırsan. Və saytla samit soruşanda mütləq sən sözün yazılı formasında, tələffüz formasına baxmalısan. Ahəng, vurğu, heyecanı soruşanda bax burada yazılı formasına baxmalıyıq. Sənə buna deyə bilərdi ki, zülmlə sözün fonetik xüsusiyyətinə aid səhv fikir seç. Səs tərkibinə aid səhvi seç. Eyni şeydir bunlar. Sadəcə son illərdə qayda belədir ki, təhlillər çox düşmür. Fonetik təhlil, morfoloji təhlil, yəni bu başlıqlar termin olaraq soruşulmur. Mahiyyət amma yerindədir. Yenə də mahiyyət fonetikə dair fikirlərdir. Şərti biraz fərqli qoyub çaşmısınız. Çaşmayın uşaqlar. Bu sözün fonetikadakı qaydasına aid səhv istəyir. 8-i kimin səhvi idi? Məndə də var. Bax, mən dinəm. Mən sizə konspekt atmışdım. Mən dərsdə də bunu ilk dəfə deyirəm. Uşaqlar, kinematograf. Kinematograf kino, k kimi olur. Kinematograf. Fərqlənir. Heç də fərqlənmir. Necə var, elə tələffüz olunur. Bu səhvdir. Üstəlik kine yazılır. Kino, film. Bax, kino, filmdir. Kinematograf. Kineskop. Kinestetik eynəldir. Deməli, bu səhvdir. Fərqlənmir. Elə sözü əsas nitq hissəsi kimi işlənə bilmir. Deyirəm ki, elə adam var, adamların naxışıdır.
Elə adam sual ver. Necə adam? Mən sual verə bilirəmsə nədir bu? Sifət. Burada ismin qarşısında gəlib sifətdir. Sifətdir. Sifəti əvəz edən əvəzlik. Ay sağ ol, bəli, Aylin. Bunu dəfələrlə vurğulamışam, ay uşaqlar. Bu əvəzlikdir. Suala cavab verirsə əvəzlikdir, suala cavab vermirsə ədatdır. Əvəzlik olanda da ismin qarşısında gələndə sifəti əvəz edib, elə danışma hərəkətin qarşısına gətirsəm, nə olacaq? Zərfi əvəz edib. Zərf deyil, sifət deyil, əvəz edib. Unutmayın bunu. Ən çox tələyə düşünmə sualı budur. Yəni, nitq hissəsi kimi işlənə bilmir, səhv işlənə bilir. Qalan sözü sifət və feil kimi düşünülsə, homonim deyil. Bəli, uşaqlar, yenə də bu, bayaq dediyim homoforma aid bir gedişatdır. Və bu düzgündür. Qalın, dəftər, kitab, necə sualına cavab versə, kökdən ibarət sifətdir. Feil kimi isə bugün bizdə qalın, qonağımız olub desəm, qalmaq, qalın. Nədir burada? Şəxs sonluğu. Belə olanda bunun başlanğıcı budur. Sifətin başlanğıcı isə budur. Aydındır, bunun kök başlanğıcı fərqlidir. Bu homoforumdur. Yəni, amonim deyil. Yəni, düzgün cavab C variantıdır. Niyə bəs D, sarı sözü köməkçi hissəsi kimi işlənə bilmir? Qoşma. Bəli. Bəli. Evə sarı. Məktəbə sarı gedir, istiqamət bildirir. Oxşamaq sözü homonimdir. Biri var ki, ana balasının başını oxşayır, əzizləyir, tumarlayır o mənada. Bir də bənzəmək mənasında. Sən atana oxşayırsan o mənada. Bu oxşamaq sözüdür, uçmaq sözüdür, eyni nitq hissəsi daxilində homonimdir. Amma deyil. Uçmaq necə ola bilər yeri gəlmişkən? Uçmaq, dağılmaq mənasında, bir də quş uçdu. Bəli. Sonra uşaqlar 9. 9-cu sualda həqiqətən Asiya yer kürəsinin ən böyük qitəsidir. Mənsubiyyəti gördünüzsə uşaqlar, bilin ki, bir dənə yəli olmalıdır. Yoxsa da fikrən bərpa etməsiniz. Bax, yer kürəsi mürəkkəbat kimi ayıra bilmərsən. Kürənin yəlik, qitəsi mənsubiyyət. Yəlik mənsubiyyət də ayıra bilməliyik. Bunlar bütünlüklə olur ismi birləşmə. İsmi birləşmə. Yəni, yer kürəsinin ən böyük qitəsi də bütünlüklə xəbər. Hara? Asiya. Həqiqətən ara sözlü təhlil olunur. Cümlə ibarət mübtəda xəbərdən. İki cümlə özündən ibarətdir, düzdür. Mübtəda mürəkkəb adla ifadə olunub, xeyr, mübtəda Asiya xüsusi isimlə ifadə olunub. Uşaqlar. Bizə düzü istəyirsə, cavab onda A-dır. B səhvdir. Xəbər isimlə yox, ismi birləşmə ilə ifadə olunub. Çaşmayın. Bax, qitə isimdir, amma tək başına xəbər deyil. İsmi birləşmənin əsas tərəfidir. Elə olanda isim xəbər olmur, uşaqlar. İsmi birləşmə xəbər olur. Güman, şübhə bildirən yox, təsdiq bildirən ara söz, modal söz işlənib. Ona görə səhvdir. İsmi birləşmə tamamlıq yox, xəbər vəzifəsində. Çünki cümlə ancaq mübtəda xəbərdən ibarətdir. Aydındır. İki cümlə üstündən ibarətdir. Mübtəda xəbər. Sonra. 10. Direktor danışır, müəllimlər və valideynlər diqqətlə qulaq asırdılar. Nə edir danışır? Kim? Direktor. Qulaq asırdılar xəbər. Kim? Müəllimlər, valideynlər. Nə tərzdə? Diqqətlə. Bax, uşaqlar, bu xəbərin mübtədası bu bir qrammatik əsas. Qulaq asırdı müəllimlər, qulaq asırdı valideynlər, bu ikinci qrammatik əsas. Cümlə mürəkkəb cümlədir. Eyni vaxtda, bax, mən danışıram, siz mənə qulaq asırsınızsa, bu eyni zamandır. Eyni zamanda baş verir. Cavab olur C variantı. Aydındır, zaman əlaqəli tabiz mürəkkəb cümlədir. Mürəkkəb cümlənin də daxilində məna uyğunluğu olur. Bu danışır, eyni vaxtda bu da qulaq asırsa zamandır. Bitirdiyi qrammatikanı, kimisə sözü sualı aydın olmayan nəsə qaldı mı? Yoxsa keçək mətnlərə. 12. 17. 17-yə qədər yoxdur uşaqlar. 14. 13. Mətnin 13-ə baxırıq, mətnin tərkib hissələrini genişləndirə bilməsinə görə uyğunluğu müəyyənləşdirin. Tərkib hissə giriş əsas nəticə deməkdir.
Baxırıq, onun əlləri üst başı torpaq içərisində idi. Kimin əllərindən? Bağa ağac əkəndən söhbət gedir də Əlişirdə. Orada da orta hissədə danışır. Orta hissə olduğu üçün əsasa aiddir bu. Sultan ailəsi ilə birlikdə deyildi. Bax, yaz günləri idi. Bir Şah yal. Bəli, Sultan Hüseyn sarayda yalqız qalmaqdan bezmişdi. Yəni ailəsi ilə birlikdə deyildi. Olar ki, bunu girişə əlaqələndirə bilərik. Sonra nökərlərə əmr etdi ki, atını hazırlasınlar, qonaq gedir. Yenə bu da gəlir uşaqlar əvvələ aiddir. Çünki yalqız qalmaqdan sıxılırdı, harasa getmək istəyirdi. Deyə bilərik, deyə bilərik. Vaxt gələr sənin də əkdiyin ağaclar insanlara fayda verər. Bu ən son nəticədir. Əlişirin sözləri sultanın təəccübünə səbəb oldu. Ola bilər uşaqlar əsas hissədə. Çünki orada mən sizə atmışdım, bilmirəm baxdınız ona yox. Burada bir abzas ötürülüb. Orada biz əkirik ki, bizdən sonrakılara da yadigar qalsın. Belə bir fikir var idi. Ora həmən hissədə orta hissə idi, əsas hissə idi. Heç nə, bu formada uyğunlaşdırırıq. Müvafiq olaraq dediyimiz uyğunlaşdıranda nə oldu? Müəllim, birə tapandan sonra cavab çıxır. Birə BC tapmışıq elə cavab. Hə, heç nə, o da olar, elə də olar, rahat olur. Mətni anladıqsa hissələrdə nədən danışır? Bu tip suallar 9-larda ümumiyyətlə çətin olmursa və diqqətli olun, diqqətli. 14 dedim, Mədinə. Tünd qara hərflə verilmiş Bəli. söz hansı nümunədə eyni mənada işlənmişdir? Uşaqlar, belə sualı yenə görəcəksiniz siz. Baxın, söz mətndə hansı mənada işlənibsə, eynisini burada tapmalıyıq. Bax, tünd qara hərflə verilmiş söz hanı? Buraxıb. Deyir, yorulmayasan dostum. Bu necə işdir? Sən sarayın şairlər məclisini buraxıb, bağbanlıqla məşğulsan. Şairlər sarayını buraxıb nə deməkdir burada? Biri var ki, əlindən balığı buraxıb suya atırsan, nə bilim, şarı əlindən buraxıb havaya uçurursan. Belə zamanlarda itləri canavarın üzərinə buraxardı. Burada həqiqətən açıb buraxır. Müharibədən sonra əsirləri vətənə buraxırlar, göndərirlər mənasındadır. Həyəcandan barmaqları boşaldı, sükanı buraxdı. Yəni, sükan əlindən çıxdı mənasındadır. Heyf işi buraxıb getmək olmur. Hə, burada buraxıb, saxlayıb getmək olmur. O gördüyü yaxşı işlərlə həyatda iz buraxıb, burada ad qoyub mənasındadır. Mədinə, burada cavab D-dir. Deyir ki, məclisi buraxıb gəlmisən, yəni məclisi saxlayıb gəlmisən. Heyf işi buraxıb getmək olmur, yəni işi saxlayıb getmək olmur. Aydındırmı? Eyni məna burada D-dədir. Mən buraxıb, yəni tərk elədi mənasında, yəni daha onunla məşğul olmur. O mənada düşünmüş. Yox, o mənada demir. Yəni ki, elə də düşünə bilərsən əslində, yenə də həmən məzmuna gedir. Mən C yazmışdım. Həyəcandan barmaqları boşaldı, sükanı buraxdı. Sükanı buraxdı, yəni sükan əlindən çıxdı. O mənadadır burada. Sonra 17 demişdi uşaqlar deyəsən. Mətn əsasında müəyyən etmək mümkündür. Qoz ağacının gec məhsul verdiyini olar. Deyir ki, bizim yaşımız keçib, bu qoz nə vaxtda meyvə verəcək ki, biz onun məhsulunu sən yeyəcəksən deyir. Oradan da nəticə çıxır ki, qoz ağacı demək gec məhsul bar verir. 1. Xalqın Əlişirin qəzəllərini sevdiyini. Deyir, get sən qəzəllərini yaz da, xalqın onu sevməyi ilə bağlı bir fikir demir axı. Fəaliyyəti sarayla bağlı olan söz sənətkarının olduğunu. Deyir, Əlişir, sarayda deyir, şairləri buraxıb nə işin var burada? Deməli, bunu da götürürsən, düzdür bu. Sultan Hüseynin axıl yaşda olduğunu. Axıl yaş qocadır da, deyir, biz bu axıl yaşımızda, qoca yaşımızda deyir mi? Deyir. Yol qırağında ağacların olmadığını, yox, əksinə ağacların olduğunu. 1, 3, 4. Cavab B. Aydındır uşaqlar? Keçək növbəti suala. Bəli. 18.
Müktəb 18-ci sualda səbəb-nəticə əlaqəsinə əsasən uyğunsuzluğu müəyyən etməyimizi istəyir bizdən, uyğunsuzluq. Əlişir inciyib şairlər mənzilinə uzaqlaşır, bağ salmağa qərar verir. Axı orada hansısa bir inciməkdən söhbət getmirdi. Ona görə də incimək dediyi üçün bax bir səhvdir. Əlişir həyatda yaxşı işlərlə xatırlamaq istəyir, bəli, ona görə ağaz əkir. Sultan Əlişirin yeni məşğuliyyətinə xəbər tutur, Əlişirlə söhbətə ehtiyac duyur. Yox, o yəni məşğuliyyətindən xəbər tutduğu üçün söhbət edim yox. Görür ki, yoxdur, gedir söhbət eləsin. Amma gedim ağac əkir, söhbət edim, bu yoldan çəkindirim mənasında deyil. 1-3-dür Müçtəba. Düzgün cavab A variantı. Iyirmi bir. Mikrofonunuz bağlıdır. Deməli, uşaqlar, ikinci mətndə, bülbül mətnində 21 dediniz. Baxırsın. Deyir, mətnin məzmununa uyğun olan fikri müəyyən edin. Məzmununa uyğun olan elm və ədəb öyrənmək ən şərəfli vəzifədir. Burada elm öyrənməkdən danışmır. Daha doğrusu musiqinin elmini öyrənir, amma ədəbdən danışmır. Elm düzdür. Heç bir zülmkar əbədi cəzasız qalmaz. Ayşılar, zülmkarlıqdan da danışmır. Nə mənada? Bir dənə o deyir ki, orada əmisi oğlu öz nəsilləri üçün onu həqarət sayır, amma cəzadan bir cəzası bildirilmir də. İnkişaf məqsəddən, məqsəd uğrunda mübarizədən ibarətdir. Bəli, məqsədi var idi musiqi, özünü inkişaf etdirir, xaricə gedir, təhsil alır və nəticədə də bu adı dillərə dastan olur. Düzgün cavab C. Müəllim 19 ilə 20-yə baxmadıq. Açıq suallara. Hə, 19-cu sual. Dəqiq sual. 19-da nə deyirdi? Mətnə əsasən uyğun seçimi edin və fikrinizi əsaslandırın. Hə, mən bunu sizə atmışdım qrupa. 19-un sxemi var idi. Qoy görüm. Uşaqlar, 19-da deyir ki, yaxşıdan bağ qalar, yamandan dağ. Atalar sözünü Sultan Hüseynin ədalətsizliyini sübut edir. Yox, nəsə uyğunsuz oldu deyəsən burada. Doğru, yanlış. Yaxşıdan bağ qalar, yamandan dağ. Atalar sözünü əlaqələndirməyimiz lazım idi. Yəni doğrudur, yoxsa yanlışdır? Necə yazmışdıq? Yanlışdır. Yanlış. Çünki mənim Sultan Hüseyin ədalətsizlik etmirdi orada. Həm də Bəli. ədalətsizlik etsəydi ona qızıl verilməzdi. Bəli, Hə. çünki onun gördüyü iş təqdir edir. Hələ bir kisə qızıl da verir ki, bunu davam elətdir. Bəli, ay sağ ol. 20-ci sualda Ələşir Nəvainin öz əməlinə aid idi. necə tarifə? Həmçinin söz Ələşir Nəvainin öz əməlinə aid idi. Bəli, bəli, ay sağ ol, bəli. 20-ci sualda altına xətt çəkilmiş sözün məcazi mənalı qarşılığını cümlədə işlədib yazın. Baxaq altına xətt çəkilmiş söz. Bezmək sözü idi mən. Canı boğazına yığılmışdı onlar. Yığmaq. Boğazı yığılan sözünü əvəz eləmək olardı. Bəli, uşaqlar, boğaza yığılmaq, təngə gəlmək, başqa Canı boğaza yığılmışdı. olar Nuray, olar, bəli. Öz ailəsini atıb getmişdi olar. Yox, elə yazmırıq. Yox, yox. Siz birbaşa sözün məcazi qarşılığını qeyd etməlisiniz. Bezmək, təngə gəlmək, yəni mənasındadır. Cana yığılmaq, cana doymaq, belə. İkinci mətndən buyurun uşaqlar, növbəti sualları qeyd edin. 25 mən. 21 mən. Ay Müktəba, 21-i danışdıq da, sonra 24. 25, 24, 25. 23.
23-cü sualda mətnə əsasən bülbülün doğulub, böyüdüyü Şuşa mühiti ilə bağlı yanlış fikri müəyyən edin. Uşaqlar, muğam sənətinə dəyər verilir. Əslində olar deyə bilərsiniz. Sonra bəzən insanın seçim azadlığının qarşısını almağa cəhd edilir və orada Əmisoğlu dedi ki, ona mane olmağa çalışırdı olar. Musiqiçilər öz məharətlərini el məclislərində göstərir, toy məclislərinin olduğu vurgulanır burada. O da düzdür. Yeniliklə ayaqlaşmayan insanlar cəmiyyəti inkişafdan tamamilə məhrum etmək səhvdir. Düzdür, yeniliklə razılaşmayan Əmisoğlu var idi, qarşı çıxırdı. Amma tamamilə məhrum edə bilmədi də, o özünə bir yol tapa bildi, təhsili üçün xaricə gedib özünü inkişaf elətdirə bildi. Düzdürmü? Ona görə 23D. – 24-cü sualda mətləb nöqtənin yerinə yazıla bilər. Baxaq nöqtəyə. Mənim sualım deyilmi? 24. Məndə 25-dir. Deməli, bülbül heç vaxt, sonra deyir, hələ 13 yaşı olanda hələ böyük sənətkarların olduğu toy məclisində ilk dəfə çıxış edəndə də, əzəmətli konsert salonlarına çıxanda da, yəni heç vaxt nə baş verir, heç vaxt, Qorxmurdu, keçmiş. bəli, çətinlikdən qorxmurdu. Deyir, hələ 13 yaşı olanda, böyük məclislərə çıxanda da geri çəkilməmişdi. Məqsədindən nail olmamışdı, çətinlikdən qorxub geri çəkilməmişdi. Cavab D variantıdır. Sonra baxırıq 25-ə. Mətləb 25-də mətnə əsasən müqayisə cədvəlindəki doğru fikirləri bizdən istəyir. Bülbül və Üzeyir Hacıbəyli ailə ənənələrinə uyğun olmayan həyat yolu seçir. Bəli, ona görə də təqib olunurdu. Peşəkar ifaçı olmaqla təhsilin rolunu anlayır. Bu ikisi üçün də keçərlidir. Ona görə ortada yazılmalıydı. Əsərlərini yazanda ifaçının bacarıqlarını nəzərə alır. Əsərlərini yazarkən ifaçının bacarıqlarını nəzərə alır. Elə bir şey var idi bu bacarıqlarını. Bülbülü Avropa sayağı mahnılar oxumaqdan çəkindirməyə çalışır. Elə şey yox idi ümumiyyətlə. Musiqi sənəti ilə peşəkarcasına. Mətləb 1-5. Yəqin səni 3 çaşdırıb. Bəli. Orada bacarıqlarını nəzərə almaqla bağlı bir şey yox idi axı. Bir şey çaşdırır, mənim o ailə ənənələrinə uyğun olmayan həyat yolu seçir, o götürməmişdim. İndi ki, o Əmisoğlu, yəni Bəli, bəli. necə deyim, qarşı idi da. Qarşı idi, İndi onlar mühafizəkar idilər. Mühafizəkar nədir? Köhnə qaydaları davam etdirmək istəyənlər mühafizəkarlar idi, yeniliyə qarşı çıxanlar. Bəzi məqamlarda mühafizəkarlıq yaxşıdır, amma yenilik məqamında mühafizəkarlıq köhnə qütbü təmsil edənlərə şamil edilir. Başqa uşaqlar. 28. Üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki uyğun nümunələri müəyyən edin. Baxaq, nələr yazılıb. 6 dənə sözdür. Bir-bir baxmaq lazımdır. Çox get-gəl eləyəcək burada deyəsən. Ay uşaqlar, deməli, boya başa çatdığı mühit, Şuşanın füsunkar təbiəti, hərarətlə alqışlayır, qorxularından əsər əlamət qalmır, İncisənətə daha da bağlanmışdı, qiymətli kadrları. Bu biraz get-gəl eləmək bizi yoracaq. Burada siz sözlərə mənə kömək eləyin. Nümunələrə... Mühitdən, təbiətdən. Mühitdən, təbiətdən. Mən PDF-i özüm açım, iki tərəfli baxım. Bu biraz get-gəl. Əvəz edilə bilməz orada, amma əvəz edilə bilərə yazılır. Hə. Bir dəqiqə PDF açım, qarşısından qeyd edeyim. Qaranlıq məqam qalmasın.
Deməli, birinci söz mühit. Qarşısından qeyd edirəm, baxaq nə uyğundur, yoxsa yox. Əvəz edilə bilər deyir. Mühit. Deyir, boya başa çatdığı mühitdən tam fərqli olan Avropada təhsil alıb qayıtmışdı. Təbiətdən qayıtmışdı demək biraz əvəz edilə bilmir. Səhvdir bu. Uyğunları istəyir. 2-də deyir ki, Şuşanın füsunkar təbiəti. Füsunkar təbiət məftun edici təbiət ola bilər. 3-də deyir ki, bülbülü hərarətlə alqışladılar uşaqlar. Hərarətlə, mehribanlıqla olar. Hərarətlə alqışladılar. Qeyri-adi səsə malik. Hərarətlə, yəni həvəslə, maraqla. Bu biraz dəqiq oturmur yerdə. İndi əvəz edilə bilməzlərə baxırıq bu tərəfdə. 4-də deyir ki, Üzeyrin qorxularından, qərarsızlığından olmaz. Əvəz edilə bilməz elə. 5-də deyir ki, incəsənətə daha da bağlanmışdı. Daha da qovuşmuşdu. O nə tər? Bu da məntiqsizdir, olmadı. 2, 4, 5 cavabı. Dəyərli 6. Qiymətli kadrlara, dəyərli kadrlara bu əvəz edə bilərdi. Aydındır. Bir yerindən kontekstə uyğun qoyub elə baxırıq. Sonra uşaqlar, bunun açıqlarında aydındırmı? Baxaq, mətndə tüm qara hərflə yazılmış ifadə əsasında cədvəl doldur. Bizim də əslində cədvəl əlimizdə yoxdur. Gəlin görək qara hərflə verilən sözlər nədir? Deyir ki, 13 yaşlı bülbülü məclisə aparır. Sonra milli mahnılarla dinləyicilərin ürəyini ovlayan, xanəndə Avropa sayğı ifalarla bu sevgiyə xələl gətirə bilərdi. Bunların hansı həqiqidir, hansı məcazidir? Məclisə aparmaq Elə həqiqət. ovalayan məcaz. Belə, ürəyini ovlamaq məcazidir, sevgiyə xələl gətirmək məcazidir, amma məclisə aparmaq həqiqidir. Bu formada gedəcəkdir. Bülbülün xarakter cəhətləri, cədvəl yoxdur, amma siz bülbülün xarakterindən bağlı nəsə qeyd aparmışsınızsa deyə bilərsiniz. Xarakteri xüsusiyyət demişdik ki, həmişə necə sualına cavab verən sifət ya da feili sifət getməliyik. İstedadlı, məqsədli, məharətli. Peşəkar, istedadlı. Ay, sağ ol. Olar. Başqa? Əzmkar, istedadlı, savadlı. Vətənpərvər, əzmkar, istedad. Olar. Məqsəd çətinlikdən qorxmurdu, qorxmayan. Ay, sağ ol. Olar uşaqlar. Yaxşı. Həmişə xarakter yazında çalışın, sifət necə sualına cavab verən nümunə yazasınız. Oldu mu? Başqa sözü sualı qalan bu sınağa dair. Yaxşı. Yoxsa yekunlaşdırırıq uşaqlar. Sağ olun. Hələlik. Görüşərik. Sağ olun. Alın, müəllimə.